Bugündən Asan Xidmətin Public Data portalı istifadəyə verilib. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Asan Xidmət Public Data portalının təqdimatı çərçivəsində qeyd edib ki, portaldan tədqiqatçılar, ekspertlər, mütəxəssislər, gənclər və cəmiyyətin ayrı-ayrı təbəqələrinin nümayəndələri öz şəxsi məqsədləri, biznes fəaliyyəti, elmi araşdırmaları üçün istifadə edə biləcəklər. Asan Xidmət modelinin uğurları barədə danışan agentlik sədri qeyd edib ki, çox sayda ölkə bu modeli tətbiq etmək üçün müqavilə bağlayıb. 25 ölkə Asan Xidmət modelini öz ölkələrində tətbiqi üçün Asan Xidmətlə müqavilə imzalayıbdır və bu proses gedir. Ondan çox ölkə isə bununla bağlı sorğu göndəribdir. Asan Xidmət həmin ölkələrdə tətbiqi ilə bağlı və biz ciddi əməkdaşlıq edirik. Onu da vurğulayım ki, 25-26-cı illərdə BMT ilə birgə Asan Xidmət 4 qitədə Azərbaycanın Asan modelinin təbliği və təşviqi ilə bağlı işlərə başlayır. Başqa sözlə desək, Azərbaycanın Asan modelini BMT 4 qitədə digər ölkələrə təşviq və təklif edəcəkdir.